Baxırıq ki, burada bir köməkçi nitq hissəsi var, gərək arzu ədatı. Bu doğrudur. Yönlük halda işlənmiş söz mənsubiyyət şəkilçidir. Baxaq, deməli, yönlük halda olan sözümüz balana sözüdür. Sənin balan, öz balanını mənsubiyyət şəkilçisidir. Aə yönlük haldadır. Tamamilə doğrudur. Əvəzliyin bir məna növünə istifadə edilmişdir. Dolaşdın aranı, dolaşdın dağı. Balana yerimək öyrədincə sən, bəli, şəxs əvəzliyimiz var, tamamilə doğrudur. Təsriflənən feillərin hamısı xəbər şəklindədir. Yerimək öyrətdin, bəli, keçmiş zamandadır, xəbər şəklindədir. Dolaşdım, bəli, keçmiş zamandadır, xəbər şəklindədir. Balana yerimək öyrədincə sən, gərək öyrədəydin, öyrədə. Kaş öyrətmək, öyrədə, arzu şəklindədir. D isə burada idi hissəcidir. Ona görə bizim cavabımız D variantı olacaq. Hamısı xəbər şəklində deyil, öyrədəydin, arzu şəklindədir. Burada cavabımız olacaq D, çünki bizdən yanlış istəyir. İkinci misrada işlənmiş isimlər təsirli haldadır. Bəli, aranı və dağı sözü təsirli haldadır. 35 uyğunsuzluğu müəyyən edin deyir. Vasitəli vasitəsiz nitqdən artıq demək olar hər il imtahana sual düşür. Vasitəsiz nitqli cümlə və onun sxemi. Mən buradayam, komandir. Cəld dinləndim. Bura gələ bilərsinizmi? Mən buradayam, komandir. Bu olacaq vasitəsiz nitq. Cəld dinləndim. Bu olacaq müəllifin sözü. Bura gələ bilərsinizmi? Bu olacaq yenə vasitəsiz nitq.